Müsahibim Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən biri Azərbaycan Kinematografçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovdur. İlk öncə Amerikanın Səsi Radiosuna müsahibə verdiyinizə görə sizə təşəkkürümüzü bildiririk. Sizə son hücumları, son təzyiqləri necə qiymətləndirirsiniz? Mətbuat orqanları yazır ki, Vergilər Nazirliyi sizdə yoxlamalar aparır Kinematografçılar İttifaqında. Səbəbi nədir? Səbəbi məni susturmaqdır. Mənim mövqeyim, mənim deməli, ictimai siyasi fəaliyyətim onları qane eləmir və gülbədir yollar tapırlar ki, mən biraz, necə deyirlər, özümü yığışdırım, doğru deyilən bir şey. Bundan qabaq məni deməli, sərhəddə saxlayıblar 1-2 saat, onu bilirsiniz, Azərbaycana buraxmırdılar, sonra deməli, buraxanda dedilər ki, siz bizim deməli, komandana hörmət eləmirsiniz, ona saymırsınız, bilirsiniz. Və açıldı ki, bunun mənim saxlamamın səbəbi odur ki, mən intervyunun birində demişəm ki, prezident məni saymırsa, mən də onu saymıram. Və bunun deməli, intiqamın məndən gülbəcür yollarla, çirkin yollarla almaq istəyirəm. Deməli, festival yoxlanıb dəfələrlə, 3 il yarım bundan qabaq keçirir. Azərbaycan qanunları ilə 3 ildən artıq deməli, bu belə yoxlamalar olmalı deyil. Amma onlar 9-cu ilin əvvəlindən başlayırlar. Və bunların nə? Axtarıblar. Sonra deyirlər ki, 30 mindən siz deməli, Ruslarına deyirlər, əlavə dəyər verirsiniz. Bu 30 mindən siz vergini vermək. Bu məbləğin yarısı biz verməli deyirik, Mədəniyyət Nazirliyi verməli. Obrisi yarısı çox mübahisəlidir. Gülbədir qanunlar çıxır, amma biz onlara təsdiq edirik ki, biz bunu verməli deyilik. Onlar biz verməlidir. Ona görə götürüb birdən-birə bizi deməli, istindaqa veriblər və iş açırlar. Cinayət işi qaldırıblar? Cinayət işi qaldırırlar. Özü də belə çox vəhşi bir üsullar var. Deməli, bizim festivalın direktoru Lalla xanım Öpeydiva dünən gündüz ona zəng ediblər ki, biz sizlə görüşməliyik. O da deyib ki, bugün gələ bilmərəm, yeşina görürüm. Gələ bilmərəm, sabah gələrəm. Dedilər, yaxşı, saat 3-də. Saat 7-də gəliblər xanımın, anasının evinə, heç orada olmuyor. Məcbur ediblər qoca arvadı ki, qapını açsın. 2 saat orada oturublar və şantaj ediblər ki, gözünüz gəlməsə, biz buradan gezmirik. Sonra zəngləşiblər, bir də onları deyiblər ki, sabah görüşürlər, büyümlə görüşürlər. Onun yarısında çıxıb gediblər o evdə. Deməli, bu qanuni kobud formasında deməli, pozurlar. Bu gələndən sonra özü də yanında yaxşı bir vəkil olur. Başlayıblar ki, siz bilirsiniz, o vergiləri verməmişsiniz, amma ondan başqa sizin burada bir dənə müqavilə var. Müqavilənin əsasında siz deməli, qonaqları, festivalın qonaqların maşınlarda deməli, gezdirmişsiniz. Bununla bağlı 22.000 manat bir təşkilata pul köçürmüşsünüz. Sənədləri də var. Amma bu deməli, təşkilatın adamı indi tutulub 1 ildir. O da deyir ki, mən bu sənədləri tanımıram, qol çəkən adamı tanımıram və heç nə bilmirəm. Nə deyə bilərsiniz? Festivalın da direktor deyir ki, mən nə deyə bilərəm? Maşınlar olub, maşınlar çəkilib, videoda 120 nəfər qonağımız bu maşınları istifadə edir. Yüzlərdən adam bu maşınları görür və deməli, bundan əlavə nə deyir? Sənədlər də, razısınız ki, sənədlər var, lazım sənəd var. Heç nə lazımdır? Bizə bu maşınların nömrələrini deyim, məndən sürücüləri tapın. O da deyir ki, mənim işim deyil, siz özünüz tapın. Mən idarə ilə iş görmüşəm, idarə ilə iş görmüşəm. Yox, özünüzü belə qalsınız, elə indi sizə həbs edəcəyik, indicə. İndi orada vəkil olmasaydı,
o çok görkemli bizim vəkilimizdir. Onu deməli, onları biraz yerlerine oturdurdu ve bir şey sanksiya verdiler ki, Azərbaycandan kənara bu hanım heç yere gedə bilməz. İndi gözləyirik davamın və mən özü deyirlər ki, bu hələ əvvəlidir. Biz belə möhkəm götürmüş, başlamışıq sizinlə davanı, görək masada nə getirir. Rüstəm müəllim, siz qeyd etdiniz ki, sizi susturmaq istəyirlər. Rüstəm müəllim susacaqdımı belə cinayət işlərindən və yaxud Rüstəm müəllimin həbs məsələsi ortaya gələ bilərmi? Ehtimal. Bilirsiniz, bu hökumətdə, bu iqtidarda hər şey gözləyirlər. Hər şey. Ona görə biz bir neçə dəfə bizim deməli belə nümunələrimiz var ki, kiminsə cibinə nə saxlayırlar, ya evindən patron tapırlar, nəsə tapırlar. Hər şey eləyə bilərlər. Amma ondan başqa zəhər eləyə bilərlər, deməli, maşın avariyası eləyə bilərlər. Əllərindən hər şey gəlir, çox bacarıqlı adamlar. Ona görə hər şey ola bilər. Amma da mənim 73 yaşım var və çalışmışam öz həyatımı elə keçirim ki, cəmaatın üzünə açıq çıxa bilir və heç kəsdən tutanmayın. Və mənə elə gəlir ki, bu yoldan da getməliyəm. Yəni siz susmayacaqsınız, sözünüzü deməkdə davam edəcəksiniz. Hayır, susmayacağım, davam edeceğim və bunun da səbəbi mənim taleyim deyil, mənim xərqidir. Mən hər şeydən deyə bilərəm ki, mənim doğru dilə hər şeyim var. İş oradadır ki, ölkədə vəziyyət çox gərgindir. Çox gərgin. Değişikliklər olmasa, bu partlayışlar aparacaq. Partlayış da olsa, deməli, vəziyyət Azərbaycanda, Egiptdə, Suriyada, Liviyada, belə o ölkələrdə kimi çox mənə gəlir ki, gərgin olacaq, çətin olacaq və biz heç olası bir 30-40 il geriyə çəkirik. Cəmiyyət, Azərbaycan cəmiyyəti hazırda vahid namizəd axtarışındadır, prezidentliyə vahid namizəd axtarışındadır. Rüstəm İbrahimbəyov niyə vahid namizəd olmaq istəmir və yaxud olmaq istəyirmi? Namizədliyinizi irəli niyə sürmürsünüz? Mənə elə gəlir ki, biz başqa yoldan getməliyik. Vahid namizəd vacib şeydir, amma vahid real proqram ondan vacib şeydir. Ona görə biz bizim təşəbbüsümüzlə, bizim dəstəkimizlə təzə bir hərəkət yaratmalıyıq Azərbaycanda. Bunun bir şərti adım vurub 3-cü qüvvə. O mənada ki, əhalinin böyük bir qismi ictimai həyatda iştirak eləmir və seçkilərdə biri deyir 40%, biri deyir 35% cəmi deməli adamlar iştirak edir. Ona görə biz çalışmalıyıq ki, bunların sayı artsın və həyat biraz canlaşır, ictimai həyat. Ölkədə canlaşır, cəmaat oradan da kimsə deyir ki, zəncir çəkir. Ona görə mənə elə gəlir ki, bir 30-40% seçkilərin sayı artacaq. Bax, bu bizim elektoratdır. Çünki o qabaqcadan seçkilərdə iştirak edənlər biri iktidara seçilir, biri müxalifətə. Biz də bu 30-40% təzə elektorat bizə çox maraqlıdır. Bunların dəstəyini axtaracaq və mən ümidvaram ki, bu əldə olunacaq. Bu əldə olunsa, biz çalışacaq ki, bir milli şura kimi bir orqan yaradaq və orada bütün deməli progressiv, demokratik qüvvələri yığar. Deməli, müxalifət partiyaların üzvlərin və deməli, nümayəndələrin, başqa Azərbaycanda çox yuxarı balaca partiyalar var, onlar sonra deməli, qeyri-hökumət idarələrindən, görkəmli ziyalılarımızdan, ictimai işlə
məşğul olan adamların arasında 50 nəfərlik bir belə şey yaratsaq, Milli Şura. Və bu Milli Şura bu deməli vahid prezidenti irəli sürəcək. Mənə elə gəlir ki, bəlkə də bir nəfər, iki nəfər olsun, o vacib deyil. Bax, bu prezident, bilirsiniz, biz belə fikir var ki, uzun müddətli olmasın. Keçiş bir vaxt qoyar, bir-iki il. Və ölkədə vəziyyəti biraz normal vəziyyətə gətirək, sonra deməli, çox böyük işlər gözləməlidir. Normal parlament seçək. Ondan sonra yaxşı, əməlli dünya səviyyəsində seçki keçirir. Çünki bu seçkilər biraz mənə elə gəlir ki, lazım səviyyədə olur. Belə fikirlərimiz var və ümidvarıq ki, bunları biz həyata keçirə biləcəyik. Amma ona görə bunlar biraz əsəbləşirlər. Bunları biz elan edəndə və biz çox iş görürük ki, seçkilər şəffaf keçsin, seçkilərdə ilginc şeylər alınmasın hökumət tərəfdən. Exit poll olsun, monitoring keçsin və bu barədə cürbəcür təşkilatlarla, beynəlxalq təşkilatlarla da deməli söhbətlər aparırıq və çalışacağıq ki, heç nə deyə bilməz ki, bu seçkilər düzgün seçki olacaq. Amma heç olmasa bir balaca bunları lazımı yola yönəldirlər. Yeni hərəkatınızdan danışın. Adı necədir? Nə vaxt elan ediləcəkdir? Bu hərəkatın üzvləri kimdir? Hansı təşkilatları birləşdirir? Bir-iki həftədən sonra elan edəcəyik. Ardında təxminən var adı, üzvləri də var, tanınmış adamlardır. Amma mən istəmirəm, çünki biz Ziyalılar Forumu konkret bu hərəkətdə iştirak eləməyəcəyik. Biz buna dəstək verəcəyik. Çünki biz siyasətdə iştirak edirik, amma siyasi ideallarımız yox. Heç kəs bizim təşkilərdə heç kəs harası seçilmək, vəzifə tutmaq fikrində deyil. Ona görə biz deməli bu hərəkətin bir neçə nəfər Eldar Namazov, Eldəniz Quliyev, Zəfər Quliyev, Gültekin çox adam bilərəm ki, bu hərəkətdə iştirak edib və eləyəcək. Amma istəyirəm sözləri elan edir. Rüstəm müəllim, keçid dövrünü necə görürsünüz? Siz qeyd edirsiniz ki, prezident seçkiləri normal keçirilərsə də, 1-2 illik keçid dövrü olacaq. Məsələn, Qırğızistan variantı var idi. Orada bir keçid dövrü elan elədilər və seçilmiş insan, yəni təyin edilmiş insan sonradan namizədliyini irəli sürmədi. Azərbaycanda necə görürsünüz bunu? Mən də onu belə görürəm. Çünki o müvəqqəti seçilmiş adam deməli, bir də seçkidə mənə elə gəlir ki, iştirak etməli deyil. Və bu bizim o şuranın üzvləri mənə elə gəlir ki, buna razılıq verəcəklər. Və ola bilər ki, biz təqdim eləyək, kimi ki biz təqdim eləyəcəyik, bəlkə o şəxs heç şuranın üzvü də olmasın. Vacib odur ki, bu belə adam olsun ki, şuranın məsləhətlərinə deməli, çox yaxşı qəbul eləsin. Bizim şirkətlərimizi, bizim gördüyümüz planları və mənə elə gəlir ki, belə namizədlər var. Seçki qabağı situasiyanı, dövrü necə qiymətləndirirsiniz? Qeyd edirsiniz, çox ağır və gərgin bir dövrdür. Bunu nə ilə ifadə edərdiniz? Siz bilirsiniz, hər gün demək olar ki, təzə xəbərlər gəlir ki, ölkə korrupsiya sahəsində dünyanın birinci yerlərindədir. YouTube-da deməli, gürbəcür süjetlər gedir və məlum olunur ki, parlamentə seçkilər pulla həll olunurdu. Adamları deməli, oğurlayıb
şantaj edirlər, bulalırlar adamlar. Sonra bu işləri açan adamları bir-bir öldürürlər. Yəni, vəziyyət çox ağırdır. Ona görə də cəmaatın çoxsu qorxur. Dostlarım, mənim tanışlarım çox görkəmli bizim mədəniyyətimizin xadimləri. Onlarla söhbətə görürəm ki, hər şeyi başa düşürlər. Ölkənin taleyi onları narahat edir, maraqlandırır. Amma qorxurlar. Qorxurlar. Çünki bir adam səsini qaldıran kimi ya işdən çıxartırlar, ya qovumunlar, ya da bizim başımıza nə gətirirlər, elə bir şey törədirlər. Yenə qayıdaq sizə qarşı bu Vergilər Nazirliyinin istintaqı ilə bağlı. Burada şahidlər varmı? Ümumiyyətlə, siz inanırsınızmı ki, bu yolla sizi sustura bilərlər və yaxud bu yolla nəyə nail olacaqlar? Bu siyasidir, yoxsa hüquqi bir məsələdir? Yox, bu gün bizim görkəmli hüquqşünas Fuad Ağayev Azadlıq Radiosunda çıxış elədi və hamıya başa saldı ki, bu süni bir ittihamdır. Ortalıqda heç nə yox. Sənədlər var, hər şeyi təsdiq edir və ən əsası odur ki, festivalın 120 qonağı deməli bu maşınlarda 10 gün şəhərin bu tərəfindən o tərəfə gedirlər və bunları hamı görür. Yüzlərlə, minlərlə adamlar bunu sübut edirlər və də videoda da çəkilir, şəkillərə çəkilir. Deməli, bu barədə deməli mən şübhəm yoxdur ki, deməli bunlar bir şey əldə edə bilməyəcək. Vergi məsələsində biz deyirik ki, gəlin oturaq, araşdıraq. Bunun bir hissəsini Mədəniyyət Nazirliyi verməlidir. O bir hissəsi mübahisəlidir. Ona baxmayaraq, məktub yazmışıq. Bir nazirə, o birisi nazirə ki, biraz vəziyyəti yumuşaldır, biraz vaxt verir. Bizim pulumuz yoxdur, biz kasıb bir təşkilatdır. Ona baxmayaraq, deməli, bir tərəfdən 100 milyonlarla deməli, iqtidar özü pul oğurlayır. Bu bizi yoxlayan adamlar hamı oğru deyil. Deməli, o bir tərəfdən də bizi böyle xırdaşa, özü bunu adım qoyublar ki, hişşeniyə və soba krupla razıya. 7 mindən artıq pul kimsə mənimsizsə, onu şeyləyirlər ki, bu deməli, çox iri, böyük, masraflı, küllü miqdarda deməli, pul mənimsizdir. Deməli, amma qəzetləri açırsa, görürsən ki, hər nazirlikdə gündə bir 100 milyon məsələ pul mənimsənir və heç kəsi bu mənimsənir. Rasim Balayevdən nə üçün ifadə alıblar? Bunun səbəbi nə idi? Bilirsiniz, bu nə Rasim Balayevi deməli, ora çağırmalı deyirlər, nə məni. Çünki biz finanslarla işimiz olmuyor. Bir imza da atmamışıq. Bir sənətlər də. Sataşırlar da, sataşırlar. Bilirsiniz, mən, nə də deyirlər, davamlı adamam, həyatımda çox şey görmüşəm. Rasim artist adam deyil, incə sənət işçisi deyil. Burada başqaları da bizim işçilər, qorxurlar, bilirsiniz, ağlayırlar, ürəyim ağlayır. Çünki görürlər ki, bunları yaman, bunların ailələri var, uşaqları var. Bunlar qorxuya düşürlər, bilmirlər nə olacaq, gələcəklər, nədir. Özə hökumət belə hökumətdir ki, hər şey verir. O bizim bayırdan torpağımızı alırlar. Bizim əlimizdə bütün sənətlər var, hər şey var. Neft şirkətinin əlində heç neyi yoxdur. Bir şey deyirlər ki, bu bizim daimi bizim torpağımız. Bundan başqa bunların bir sübutu yoxdur. Ona baxmayaraq, bütün deməli məhkəmələr biz uzuruq olarıq. Rüstəm müəllim, bir qədər də bu Rusiyada yaradılan milyarderlər ittifaqından bağlı məlumat verərdiniz. Bununla bağlı vəziyyət nə yerdədir? Abbas Abbasovu, baş nazirin keçmiş müavini Abbas Abbasovu Azərbaycan prezidenti qəbul elədi, danışıqlar aparıldı. Nəticə nədir? İndi bu ittifaqın fəaliyyəti nə yerdədir?
bu məsələlərlə paralel bir hadisə baş verdi. Deməli, Soyun Sadıqov böyük bir mədəniyyət avtonomiyası var, Azərbaycan mədəniyyət avtonomiyası. O vəzifədən deməli gedir, çünki böyük bir siyasi partiya yaradır və onun yerinə ora Abbas Abbasov gəlir. Deməli, Abbas Abbasov bu böyük təşkilatın sədri olacaq və o, siz dediyimiz ki, milyarderlər klubu, ancaq orada bir-iki dənə milyoner var, başqalara da mənim kimi o qədər da var adamlar deyirlər. Deməli, orada da deməli sədr qalacaq və bu təşkilat istəyəcək və bunu bu təşkilatı ləğv eləmək qeyri-mümkündür. Çünki təzə yaranır, onu yaradan Abbas Abbasov deyil, bir neçə təşkilatdır və onlar bunu bağlamaq fikrində deyirlər. Bu Azərbaycanla bağlı deyil, Azərbaycan prezidenti belə işlərə qarışmalı deyil, Azərbaycan hökuməti belə şeylərə qarışmalı deyil. Və onların üzvləri, bu təşkilərin yarısı Azərbaycan prezidentinə yaxın adamlardır və mən çox təəccüblənirəm ki, deməli, burada Azərbaycanda bu təşkilatın yaranması belə bir deməli, həyəcanla qarşılanır və çox mənfi bir fikirlər söyləyir bu barədə. Amma biraz, məncə bir balaca o görüşdən sonra qızğınlıq biraz yatır, sakitləşir. Çox sağ olun, müsahibəyə görə təşəkkür edirəm. Bugünkü qonağımız Ziyalılar Forumunun təsisçilərindən biri, Azərbaycan Kinematografçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov idi. Sağ olun, sağlıqla qalın.